Daha bir xəbəri nəzərinizə çatdıraq. Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində qohumu Fidanı adlar, soyadlar şərti verilib burada öldürüb. Vüqar 1989-cu il təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib. O, bacısını öldürmək qərarına gəlib. Bu məqsəddən 2023-cü ilin noyabrın 2-sində səhər saat 7-də bacısının Gəncə şəhəri Yeni Qəsəbədə yaşadığı binanın qarşısına gəlib. Havanın işıqlanmasını gözləyib. Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedib və məlumat vermək istəyib. Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri endirib. Qadın hadisə yerində ölüb. İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə və xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilib. Vüqar ifadə verib və deyib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb. Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul eləmirəm. Mən bacımı öldürmək istəmirdim. Törətdiyim əməldən peşman deyiləm. Xatırladaq ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb, özündə dediyi kimi 2009-cu ildə ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 15 il cəza alıb. Elə o dövrdə də Cinayət Məcəlləsinin 120.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb.